Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 2-sində keçmiş Məhsul stadionunda miting keçirmək müraciətinə cavab verib. Milli Şuranın nümayəndələri Vidadi Məhərrəmov və İlham Hüseyn Bakı şəhər İcra Hakimiyyətinə dəvət edilib və onlara imtina məktubu təqdim edilib. Mitinqə yox cavabı verilməsinin səbəbi yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozuntuları, o cümlədən söz gedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub. Fevralın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsində AXCB üzvlərinə hökm oxunub. Hakim Eldar İsmayılovun sədrliyə çıxarılan hökmə əsasən Gədəbəyin sabiq icra başçısı Rusiya vətəndaşı olan Saleh Rüstəmli 7 il 3 ay, AXCB rəiyyət heyətinin üzvü Aqil Məhərrəmli 4 il, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov 3 il azadlıqdan məhrum edilib. Saleh Rüstəmlinin qardaşı oğlu Vidadi Rüstəmli və AXCB Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli hər biri 6 il 8 ay, Cinayət Məcəlləsinin 70-ci maddəsi şərti məhkum etmə tətbiq edilməklə 3 il sınaq müddəti ilə şərti azadlığa buraxılıb. AXCB Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanlı 15 sutqa müddətinə inzibati həbsə məhkum edilib. Saqif Qurbanlı barəsində fevralın 25-də Səbail rayon məhkəməsi qərar çıxarıb. Saqif Qurbanlı fevralın 24-də Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə dəvət edilib. Qurbanlı polisin çağırışı ilə 8-ci polis bölməsinə gedib. Onu oradan Səbail polis idarəsinə aparıblar. Fevralın 25-də isə məhkəmə önünə çıxarılıblar. Saqif Qurbanlı bu il yanvarın 20-sində də 20 sutqa müddətinə həbs edilmişdi. Saqif Qurbanlıdan başqa AXCB-nin bir neçə nəfər miting təşkilatçısı olan üzvü də inzibati qaydada həbs edilib. Partiyadan bildirilir ki, miting təşkilatçısı olan fəalların əksəriyyəti təqib altındadır, hər an həbs oluna bilərlər. Hazırda həbsdə olan bloger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub. Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əf Komissiyasının üzvü Əlməmməd Nuriyev bildirir ki, Mehman Hüseynov martın 2-sində azad olunacaq. Onun cəza müddəti martın 2-sində bitir və Mehman Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq. Əlməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur. Bu məsələ bitib, onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq. O həmçinin deyib ki, müraciət edərsə Mehman Hüseynovu qarşılaya bilərik. Gürcüstanın prezidenti Salome Zurabishvili fevralın 27-sində Azərbaycana rəsmi səfərə gəlib. Xəbər verilir ki, qonağı baş nazirin birinci muavini Yaqub Eyübov, Xarici İşlər Nazirinin muavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıb. Ötən il noyabrın 28-də Gürcüstan prezidenti seçilən Salome Zurabishvili Cənubi Qafqazda ilk qadın dövlət başçısıdır. Fevral ayının 25 günündə Respublikanın avtomobil yollarında 80 yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatda xəbər verilir ki, qəzalarda 33 nəfər ölüb, 124 nəfər xəsarət alıb. Qeyd edək ki, yanvar ayında Respublikanın avtomobil yollarında 88 yol nəqliyyat hadisəsi baş verib, qəzalarda 43 nəfər ölüb, 150-dən nəfər yaralanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda meşələrin çəpərlənməsini başlayıb. Nazirliyin Meşələrin İnkişafı Departamentinin sektor müdürü Sadiq Salmanov fevralın 22-sində keçirdiyi mətbuat konfransında bu haqda danışıb. O deyib ki, yalnız mal-qaranın və insanların müdaxilə etdiyi ərazilər çəpərlənir. Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gel: "Mən bu ölkəyə hələ Heydər Əliyevin hakimiyyəti dövründə gəlmişdim. O zaman xalqa iqtisadi islahatlar vəd olunurdu. Bu barədə deyilənlər o vaxtda indi də söz olaraq qalır. Mən əminəm ki, İlham Əliyev nə isə etmək lazım olduğunu başa düşür, lakin onun bunu həyata keçirmək qabiliyyətində olduğunu düşünmürəm."